Buna bulka mı deyəcəksiniz, pirog mu deyəcəksiniz, bilmirəm. Bir onu bilirəm ki, çox ləzzətli olur. Xəmiri pambıq kimi yumuşaq, cemli içliklə, gözəl görünüşlü, süfrənizin bəzəyi olacaq çox möhtəşəm bir şirniyyat resepti sizlərlə paylaşıram. Bir qaba ilıq süd, instant maya, şəkər tozu, duz əlavə edib qarışdırıram. Daha sonra yumurtanın yalnız ağını, sarısını isə üzəri üçün saxlayıram. Duru yağ, vanil də əlavə edirəm. Sonda da üzərindən unu ələyib yumşaq, ələ yapışmayan bir xəmir yoğururam. Qabı biraz duru yağla yağlayıb xəmirin üzərini örtüb 1 saat mayalandırıram. Mayalanmış xəmiri biraz yoğurub havasını aldıqdan sonra kvadrat formada yayıram. Dostlar, mənə dəstək olmaq üçün videomu like etməyi də unutmayın. Xəmiri 2 bərabər olmayan hissəyə kəsirəm. Biri böyük, biri balaca. Balaca xəmirin ortasına cem əlavə edib kənarlarını birləşdirirəm. Daha sonra bu xəmiri böyük xəmirin ortasına yerləşdirib videoda gördüyünüz qaydada zolaqlara kəsirəm. Və gəldik, çatdıq ən maraqlı məqama. Kəsdiyimiz zolaqları bu xəmirin üzərindən çarpaz şəkildə düzürəm. Hazırladığımız xəmiri də qəlibin içərisində yarım saat saxladıqdan sonra üzərinə yumurta və süd qarışımı çəkirəm və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 30-35 dəqiqə ərzində bişirirəm. Və budur, artıq hazırdır. Pambıq kimi yumuşaq alınıb. Maraqlı reseptləri qaçırmamaq üçün izləmədə qalın. Hələlik.